iPhone 16 alım, yoxsa 17-nin çıxmağını gözləyim? iPhone 17 haqqında bildiklərimizi sənə təqdim edəcəm. iPhone 17 seriyasında bu dəfə Apple dizaynda dəyişiklik edir. Arxa hissədə böyük bir visor paneli olacaq və bu panel iki rəngli və ya tam qara rəngdə olacaq. Bu görünüş əvvəlki iPhone-lardan fərqlənir və məncə bir qədər Google Pixel telefonlarını xatırladır. Yeni modellər arasında iPhone 17 Air var və Apple'ın ilk şarj girişi olmayan modeli olacağı söylənilir. Bu xəbər Bloomberg'in Apple analisti tərəfindən yayımlanıb. 17 Air modeli Apple'ın indiyə qədər hazırladığı ən nazik iPhone olacaq. Cəmi 5.5 mm qalınlığında və 6.6 düymlük ekranla gələcək və iPhone 7 Plus modelinin yerini alacaq. Digər xəbər isə 17 seriyası ilə birlikdə artıq Pro Max adına vida eləyə bilərik. Apple artıq Ultra adını istifadə edəcək və o əvvəlki seriyalardakı Pro Max adlanan modeli əvəz edəcək. Amma tək dəyişiklik bu olmayacaq. Ultra adı altında telefonları daha güclü bir prosesor ilə görə bilərik. Söyləntilərə görə Ultra modellərində, iPad-lərdə və bəzi Mac-lərdə istifadə olunan M seriyalı prosesorlardan istifadə oluna bilər.